Salam, mən Doktor Zakir Quliyev, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, Bakı Sağlamlıq Mərkəzinin baş həkim müavini. Bildiyimiz kimi artıq havaların soyuması ilə birlikdə qrip infeksiyalarına yoluxma halları artmağa başlayır və biz bunu da klinik praktikamızda müşahidə edirik. Bunun üçün bildiyimiz kimi artıq Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə Sanofi Pasteur firmasına məxsus Vaxgrip Tetra vaksini gətirilmişdir və bu vaksin də hal-hazırda ölkəmizdə poliklinikalara paylanılmışdır. Eləcə də bir çox xəstəxanada artıq bu vaksini tam rahat şəkildə, ödənişsiz şəkildə vurdura bilərsiniz. Bu vaksin Ümumi Səhiyyə Təşkilatı tərəfindən ən çox tövsiyə olunan və üzərində ən çox araşdırma aparılıb, təhlükəsizliyinə zəmanət verilən vaksinlərin başında gəlir və demək olar dünyada da ən çox istifadə olunan qrip əleyhinə vaksindir. Mən Ləman Qalimova, Bakı Sağlamlıq Mərkəzinin infeksiyonisti. Bu vaksinin, yəni Vaxgrip Tetra vaksininin tibbi tərəfindən sizə danışacağım. Tetra vaksini o deməkdir, Tetra ona görə burada yazılıdır ki, yəni 4 tip qrip virusundan qoruyur. Yəni 4 ştamından A və B-nin hər ikisinin 2 variantından qoruyuculuğu var. Yaxşı olar ki, bu vaksini yanaşı bir xəstəliyi olanlar, immun sistemi aşağı olan xəstələr, onkoloji xəstələr, 6 ayından yuxarı uşaqlar, hətta hamilələrə belə tətbiq oluna bilər. Bildiyimiz kimi artıq qrip mövsümü başlanılmışdır və bu vaksinin də istifadəsi mütləq şəkildə vacibdir. Hal-hazırda bütün poliklinikalarda olduğuna görə yaşadığı ərazi üzrə poliklinikalara yaxınlaşaraq bu vaksindən istifadə edə bilərlər.